Dəyərli şagirdlər, hər vaxtınız xeyir. 13-cü sualda deyir ki, funksiyanın böhran nöqtəsini tapın. Bəlkə də çox uşaq bilir, amma mən də izah etmək istəyirəm. Bilməyən uşaqlarda məlumat olsun. Baxın, böhran nöqtəsini soruşanda uşaqlar, törəmənin sıfıra bərabər olduğu nöqtədir. Yəni, ifadənin törəməsini alıb sıfıra bərabər edib böhran nöqtəsini tapırsan. Ekstremum soruşanda isə, bu, belə deyək də, artma, azalma olduğu yerlər. Bax, onlar nəzərə alınacaq. Ekstremumda həm artmanı, həm azalmanı götürəcəksiniz. Misal üçün, neçə dənə desə, neçə dənə azalıb, neçə dəfə artıbsa, onları sayıb götürəcəksiniz. Amma yalnız böhran nöqtəsi desə, törəməni tapıb sıfıra bərabər etməlisiniz. O zaman f iştirik x nəyə bərabər? Törəməsini alıram. X kvadratın törəməsi 2x minus 6 vəssalam. Nə demişdik? Fx 0 olmalıdır, hə? O zaman 2x minus 6 0 desəm, buradan 2x 6 olacaq, x olacaq 3. Vəssalam. Böhran nöqtəni tapdıq.